həftədə məsələn 5 dəfə riyaziyyat keç, hərəsi 45 dəqiqədən. Bir də var ki, 3 dəfə keç, hərəsi 80 dəqiqə. Səncə hansı daha yaxşı olar, hansı daha effektiv olar? 5 dəfə 45 dəqiqə. Niyə? Niyə? Çünki müddətin uzun olması istərsəməz yoruculuq yaşadır. Yorucu olur. Proses belə daha getdikcə sənin enerjin tükənir. Müəllimdir, qarşısında məsəl üçün fərz edək ki, 20 dənə şagird var. Bəs bu bəzi mövzular var ki, daha uzundur. Biz bir mövzunu daha yaxşı qavramağımız üçün, daha geniş izah edilməsi üçün daha uzun olması səncə daha yaxşı deyilmi? Sən 80 dəqiqəyə, məsəl üçün riyaziyyatda elə bir mövzular var ki, indi məsəl üçün riyaziyyatdan söhbət edirəm, elə mövzular var ki, həddindən artıq çox böyükdür və onu uşağın qəbul eləməsi də çox ağır olur. Sən trigonometriya mövzusunu bir dərsə keçə bilməzsən uşağa. Uşaq onu anlaması çox çətinləşir. Etap-etap keçməlisən, hissə-hissə. Məktəblərdə mən düşünürəm ki, 45 dəqiqə yaxşıdır. 45 dəqiqənin də mənfi tərəfləri bir dənə ondan ibarətdir ki, şagird sayı çoxdur deyə müəllim eyni anda hər uşağa vaxtı. Çünki bir qrupda 20 nəfər uşaq var və hər birinin anlama, qavramaları, dərəcələri belə deyək də fərqli-fərqlidir.